Qısa ətək, mini yubka. Mən heç zaman bir insanların geyim tərzi ilə onların belə deyək qınamaram. Ümumiyyətlə mən heç vaxt heç kəsin belə deyək şəxsi həyatını müzakirə eləməmişəm indiyə qədər sosial şəbəkədə. Tutalım müğənni olubsa sənətini və yaxud ictimai bir fiqur olubsa, o ictimai fiqurun ictimai fikirlərini. Mini yubka 1962-ci ildə ingilis dizayner Mary Quant tərəfindən ilk dəfə podiumda sərgilənib. Niyə? Çünki Mary Quant onu ona görə çıxartdı. Dedi ki, hündür 1 metr 70-80 santim uzun ayaqlı xanımlar ziyafətlərdə rahat gəzə bilmirlər. Eyni zamanda da ofisiantlar belə deyə uzun paltada ayaqları ki, çayı tökürlər, suyu tökürlər. Bunlar üçün. Bizim qonşu Ziba xalanın 60 yaşı var, 1 metr 48 santim boyu var. Üzr istəyirəm, ayaqlarda o doktorski, çoçinski kalbasalar olur, iplə bağlı. Bax belə. Ziba xala mənə deyir ki, sən niyə bu müasirliyi qəbul eləmirsən? Nə dəxli var? Yaşın nə fərqi var ki? Səidə xanım, olduğunu deyirəm ha.